Əgər uşaqlarınız makaron və vermişel sevirlərsə, əmin olun ki, bu resepti çox sevəcəklər. Bizdə uşaqlar, mənim əgər kaprizli uşaqlarım hər yeməyi yemirlərsə, bunu bəhbəhlə yeyirlərsə, əmin olun ki, sizin uşaqlar da bəyənəcəklər. Nə edirik? Əvvəlcə bir qazanda su qoyuruq makaronlarımız üçün. Mən duz istiot 2 ədəd də tablet atıram. Bu artıq zövqə görədir. Siz istəsiz atmaya da bilərsiniz, amma mənə görə çox dadlı edir. Ona görə mən istifadə edirəm. Yəni bu zövqə bağlıdır. Çünki bir dəfə bununla bağlı bir video çəkmişdim. Məni atəşə tutdular ki, tablet olmaz, ziyandır falan. Mən istifadə edirəm xanımlar. Əgər istifadə etmək istəmirsinizsə siz etməyin. Biraz da makaronun suyuna yağ əlavə edirəm və qaynamağa qoyuram. Kənarda soğanlarımızı kup-kup doğrayıb və yağda qovururuq. Tam qızartmağa ehtiyac yoxdur. Çünki filə ilə bərabər bir də bişəcəklər. Harca soğanlar biraz öldükdən sonra, biraz belə qızardıqdan sonra üzərinə kup-kup doğradığımız fileni əlavə edirik və bu arada duz, istiot, sarı kök bunları da əlavə edirik. Makaronlarımız bişdi, süzdük və biraz yağ töküb dəmə qoyuruq. Filelərimiz də öz suyunu çəkdikdən sonra, artıq öz yağına düşdükdən sonra 2 ədəd İran qaymağı. Bəli, mən İran qaymağından istifadə edirəm. Əlavə eləyirik. Siz istəsəz 1 ədəd də vura bilərsiniz. Sadəcə mən qaymaqlı çox sevirəm deyə 2 ədəd vururam. Bu artıq zövqə görədir. 2 ədəd də qaymaq əlavə edib yaxşıca qovururuq. Biraz qovurduqdan sonra üzərinə 100-200 qram da Holland pendiri əlavə edə bilərsiniz, etməyə də bilərsiniz. Mən biraz da dadlı olması üçün əlavə etdim. İnanın, çox ləzzətli, çox super olur. Sanki jülyenin qısaldılmış forması. Bu qədər. Bugünlük isə məndən bu qədər. Belə videoların daha çox olması üçün səhifəmə abunə olub, bəyənib və rəy yazmağı unutmayın. Hələlik.